Şah İsmaildə sevmədiyim cəhət, Şah İsmaili qınadığım cəhət, Şah İsmailin aşırı dərəcədə adil olmasıdır. 1514-cü ildə Osmanlı ordusu Şah İsmaildən qat-qat çox olur. Qızılbaş ordusundan qat-qat çox olur. Və Azərbaycana hücum eləyir Osmanlı ordusu. Şah İsmailə təklif edirlər ki, Şah sağ olsun, bunların ordusu bizdən 10 qat çoxdur. Həm texniki baxımından üstündülər, həm say baxımından üstündülər. Gəl, biz bu məsələni elə yolda ikən partizan müharibəsi ilə həll eləyək. Bunu Şah İsmailə təklif edirlər. Şah İsmail buna etiraz eləyir. O qədər qürurlu olur ki Şah İsmail buna etiraz edir. Deyir, mən karvan basan quldur deyiləm. Şah İsmail Osmanlılara şərait yaradır ki, Osmanlılar gəlsinlər, yerləşsinlər, nə bilim, qarınların doyuzdursunlar, namazların qılsınlar. Tezdən o başdan, namazdan sonra təbil çalınsın, qopuz çalınsın, döyüşə başlanılsın. Halbuki Şah İsmail bunu etməli deyildi.